Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa yaxınlığında Ağcabədidə anadan olmuşdur. Atası Əbdülhüseyn Hacıbəyov kənd mirzəsi idi. Anası Şirin xanım Əlverdibəyovlar nəslindən gəlirdi. Əbdülhüseyn bəy və Şirin xanımın ailəsində Üzeyirdən başqa daha 2 oğlan və 2 qız uşağı var idi. Onlar Sayad Hacıbəyova, Abuhəyat Hacıbəyova, Zülfüqar Hacıbəyov, Ceyhun Hacıbəyli idi. Üzeyir bəyə şəhadətnamə 1896-cı ildə verilmişdi. Üzeyirə şəhadətnamə 2 dəfə verilib. 1896-cı ildə verilmiş olan Azərbaycan dilində, 1897-ci ildə olan isə Rus dilində verilmişdi. 1897-ci ildə verilmiş şəhadətnamədə Üzeyrin Qarabağ bəylərindən olduğu bildirilir. Üzeyir Hacıbəyli ilk təhsilini Şuşada 2 sinifli Rus-Azərbaycan məktəbində almışdır. Üzeyirin ilk musiqi müəllimi onun dayısı, Azərbaycan musiqisinin böyük bilicisi Ağalarbəy Əliverdibəyov olmuşdur. Üzeyir mədrəsədə təhsil alarkən ərəb və fars dillərini mükəmməl şəkildə öyrənmişdi. Üzeyir kiçik yaşlarından musiqiyə həvəsi var idi. O yaxşı səsə malik idi və xalq mahnılarını və muğamlarını gözəl ifa edirdi. Üzeyir 1897-1899-cu illərdə Rus-Tatar məktəbi kursunda təhsil almışdı. Kursu bitirdikdən sonra Üzeyir Qori müəllimlər seminariyasına daxil olmuş və 1899-1904-cü illər orada təhsil almışdı. Seminariyada təhsil alarkən skripkada, violonçeldə və nəfəsli alətlərdə çalmağı öyrənmişdi. Eyni zamanda nəzəri biliklərə də yiyələnmiş, bundan əlavə xalq mahnılarını da nota yazmışdı. Üzeyir Hacıbəyli öz millətini sevən və millətinə edilən haqsızlıqları qəbul etməyən vətənpərvər idi. Qori müəllimlər seminariyasında Azərbaycanlı tələbələrə pis münasibətləri, ögey doğmalıq münasibətlərini, özünün məruz qaldığı haqsızlıqları niyə müəllimlər kənarlardan qaçırlar məqaləsində əks etdirmişdi. Təhsil illərində yazdığı Dəllək felyatonu isə 1903-cü ildə Şərq Rus qəzetində dərc olunmuşdu. Üzeyir seminariyanı bitirdikdən sonra bir neçə vaxt Hadrut kəndində müəllim işləmişdi. 1905-ci ildə Bibi Heybət məktəbində, daha sonra isə Səadət məktəbində dərs demişdi. Orada Azərbaycan dilini, riyaziyyatı, coğrafiyanı, tarixi və eyni zamanda Rus dilini tədris etmişdi. Müəllimlik fəaliyyətinə yaradıcı yanaşan Hacıbəyli dərsliklər tərtib etmişdi. Qoqolun Şinel əsərini doğma dilinə tərcümə etmiş, bir sıra hekayə və miniatürlər yazmışdı. Hacıbəyli 1905-ci ildə Cavanlar İttifaqı təşkilatının üzvü olmuşdu. Bu dövrdə Həyat qəzeti redaksiyasında mütərcim işləmiş. 1905-ci ildə çalışdığı qəzetlərdən biri də İrşad qəzeti idi. İrşad 1905-ci il dekabr ayının 17-sində fəaliyyətə başlamışdı. Üzeyir Hacıbəyli İrşad qəzeti fəaliyyətə başladıqdan o ilk dəfə müvəqqəti bağlanana qədər bu qəzetin redaksiyasında fəal çalışmışdı. İrşad onu bir jurnalist kimi məşhurlaşdırmışdı. Üzeyir Hacıbəyli İrşad qəzetinin əsas Volna, Prizov, Oçer kimi Bolşevik qəzetlərindən lazımi yazıları seçib tərcümə edir. Fəhləyə dair Respublikası ilə buraxılan xəbərləri hazırlayıb İrşadın səhifələrində yayımlayırdı. Və sözsüz ki, özü də bu məqalələrdən faydalanırdı. Üzeyir Hacıbəyli müxtəlif məqalə, felyatonlarla çıxışlar edirdi. Üzeyir Hacıbəylinin felyatonlarında ara sıra özümə söz vermişəm ki, daha bir şey yazmayım.
Qələmi əlimə götürürəm, deyirəm ki, əşi, canından əl çəkməmisən ki, kimi sözlərlə çıxış edirdi. O zaman gənc Üzeyrin nə qədər sıxışdırıldığı, necə təqib edildiyini İrşad və Tərəqqi qəzetlərinin az-az tapılan nüsxələrini oxuyanda aydın görmək olar. Üzeyir Hacıbəyli 1907-ci ildə müvəqqəti olaraq mətbuatdan uzaqlaşdı. Bir il keçdikdən sonra 1908-ci ildə İrşadda yenə onun felyetonları çıxmağa başladı. Üzeyir Hacıbəyli maarifçi və demokrat kimi təkcə İrşad və Tərəqqi qəzetlərində deyil, eyni zamanda Həqiqət, Yeni İnqilab, Kəsbi qəzetlərində və Molla Nəsrəddin jurnalında məqalələrlə çıxışlar edirdi. Onun məqalə və felyetonlarının mövzusuna xalqın maariflənməsi, milli dil məsələsi, aktual siyasi mövzular nümunə ola bilər. O dövrün ən aktual siyasi mövzulara Rusiyada 1905-ci il inqilabı, İran inqilabı və s. aid edilə bilərdi. Onun felyetonları oradan-buradan, ümumi başlıq və filankəs, Üzeyir, Bəhmənkəs və s. müxtəlif təxəllüslərlə dərc olunurdu. Onun qədirşünaslıq, biz hamımız Qafqazlı balalarıyıq, oradan-buradan filankəs imzası ilə çıxan yazıları 1917-ci ildə Kəsbi qəzetinin səhifəsində dərc olunmuşdu. Bu, musiqi teatrı haqqında silsilə məqalələri, Azərbaycan qəzetində çıxan bir sıra yazıları bu dövrün qiymətli məhsullarıdır. Üzeyir Hacıbəylinin ilk musiqi əsəri Unikal, Leyli və Məcnun operasıdır. Bu əsər ilə Azərbaycanda professional bəstəkarlıq məktəbinin bünövrəsi qoyulmuşdu. Leyli və Məcnun operası Azərbaycanda ümumilikdə Şərqdə ilk opera idi. Üzeyir Hacıbəyli Leyli və Məcnun operasını 1907-ci ildən üzərində yazmağa başlamış, lakin ona bu əsəri yazmaq ideyası 13 yaşından gəlmişdi. 13 yaşında olarkən 1897-98-ci illərdə Füzulinin Leyli və Məcnun poemasından Məcnun Leylinin məzarı üstündə adlı səhnələşdirilmiş parçada xor kollektivinin üzvü idi. Səhnəni məşhur xanəndə Cabbar Qaryağdı'nın iştirakı ilə dramaturq Əbdülhüseyn bəy Haqverdiyev qoymuşdur. Bəstəkar Füzuli poeziyasının ruhunu, onun lirizmini, Leyli və Məcnun poemasının romantizmini musiqi formasında ifadə edə bilmək üçün xalq yaradıcılığının klassik nümunələri olan muğamlara müraciət etmişdi. Operanın musiqisində muğamlarla sadə opera formaları növbə ilə bir-birini əvəz etmişdi. Üzeyir Hacıbəyli özü Leyli və Məcnun operasının üslubunu muğam improvizasiya operası kimi müəyyənləşdirmişdi. Operada muğamlardan başqa xalq yaradıcılığının mahnı və rəqs nümunələrindən istifadə olunmuşdu. Eyni zamanda elə epizodlar vardır ki, onları bəstəkar bütünlüklə özü yaratmışdı. Operanın solist partiyaları və orkestr üçün yazılmış partiyaları yox idi. Onun müəllifin ayrı-ayrı not yazıları və çoxlu qeydləri, muğamları, ladları, dinamik işarələr haqqında göstərişləri əvəz edirdi. Partituranı əvəz edən bu ssenari direksiyon adlanırdı. Yalnız skripkada, fleyta və klarnetdə notla çalınırdı. Operada bir səslilik üstünlük təşkil edirdi. Xor, kiçik rəqs nömrələri, duetlər, kütləvi səhnələr kimi ənənəvi opera formaları var idi. Lakin onların hamısı son dərəcə sadə harmoniya dili ilə yazılmışdı. Leyli və Məcnun operası 5 pərdə 6 şəkildən ibarət idi. Bu illərdə Üzeyir felyatonçu və pedaqoji fəaliyyətinə davam edirdi. 1908-9-cu illərdə Tərəqqi qəzetinin felyatonçusu və müvəqqəti redaktoru olmuşdu. 1908-11-ci illərdə Səadət Xeyriyyə Cəmiyyəti məktəbində müəllim işləmişdi.
1909-cu ildə Gogolun Şinel əsərini Azərbaycan dilinə tərcümə etmişdi. Üzeyir Hacıbəylinin yaradıcılığında və Azərbaycan musiqi sənətinin inkişafında bəstəkarın inqilabdan əvvəl yazdığı Ər və Arvad, O olmasın bu olsun, Arşın Malalan operettaları xüsusi yer tutur. Üzeyir Hacıbəylinin operettaları Qərbi Avropa operasının musiqili səhnə janrları, İtaliyada opera buf, Fransada opera komik, Almaniyada Singspiel, Rusiyada isə komik opera janrları ilə müqayisə edilir. Muğam operalarından fərqli olaraq Üzeyir Hacıbəyli operetta janrında demək olar ki, xalq musiqisindən sitat gətirmir. Lakin bu əsərlər folklor intonasiyaları, döngələri, üsulları ilə zənginləşmişdir. Üzeyir Hacıbəyli ilk iki operettasını yazdıqdan sonra 1911-ci ildə musiqi təhsilini davam etdirmək üçün Moskvaya gedir və Filarmoniya nəzdində pullu kurslarda Solfejiyadan, Laduxində, harmoniyadan isə Sokolovskidən dərslər alır. Lakin çox tez ağır maddi şərait üzündən o təhsilini dayandırır. Bakıya qayıtmağa məcbur olan Üzeyir Hacıbəyli 13-cü ildə yenidən oxumağa Peterburqa gedir. Peterburq konservatoriyasında harmoniya üzrə müəllimi, böyük rus bəstəkarı Rimski-Korsakovun tələbəsi Kalafati olur. Fortepiano və arqan üzrə dərslərini isə Hacıbəyli konservatoriyanın görkəmli müəllimləri olan Şerbaçov və Qanshindən alır. Hacıbəyli Peterburq konservatoriyasında da tam təhsil ala bilmir və 6 ay təhsil aldıqdan sonra təhsilini yarımçıq qoyur. Üzeyir Hacıbəyli 1918-20-ci illərdə Azərbaycan Demokratik Hakimiyyəti dövründə Azərbaycan qəzetində fəal çalışırdı. Bu qəzetin ilk redaktoru Üzeyir bəyin kiçik qardaşı Ceyhun Hacıbəyli idi. Hacıbəyli özü isə bir ildən artıq bu qəzetin müdiri olmuşdu. Həmin qəzetdə Üzeyir Hacıbəylinin istiqlaliyyət, partiyalarımız, məsələsi, vəzifəmiz nədir, Lənkəran faciəsi, Qarabağ haqqında, Naxçıvan və Qarabağ, milliləşmək, Rusiya əhvalı, içimizdəki dinikinlər və s. mühüm məqalələr dərc olunur. 1920-21-ci illərdə Qadınlar Klubu yanında Xalq Çalğı Alətləri Orkestrini təşkil edir. Eyni dövrdə Qızıl Ordunun musiqi şöbəsinə fəhlə klubları yanında xor və musiqi dərnəklərinə rəhbərlik etmişdir. Üzeyir Hacıbəyli var qüvvəsini yeni nəslin musiqi təhsilinə cəlb olunmasına sərf edən bəstəkar, Azərbaycan dilində olan şagirdlər üçün ilk musiqi məktəbi, habelə musiqi texnikumu təşkil etdi. Tezliklə Azərbaycan Dövlət Konservatoriyasının rektorunun müavini, daha sonra isə rektoru olmuşdu. 20-ci illərdə Hacıbəyli Azərbaycan xalq musiqisinin əsasları kitabı üzərində işləməyə başlamış və onu 1945-ci ildə tamamlamışdı. 1926-cı ildə o konservatoriyada ilk çox səsli xor, 1936-cı ildə isə Azərbaycan Dövlət Filarmoniyasında xor təşkil edir. 1931-ci ildə Üzeyir Hacıbəyli Azərbaycanda notla çalınan ilk xalq çalğı alətləri orkestrini yaradır. 1927-ci ildə o, Müslüm Maqamayevlə birlikdə Azərbaycanda ilk dəfə el nəğmələrini, not yazılarının və işlənmələrini çap etdirir. 1936-cı ildə Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Filarmoniyasında xor təşkil edir. 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində Hacıbəyli Respublikada kütləvi mahnıların ilk nümunələrini yaradır. Bu mahnılar milli musiqi irsimizdə yeni mövzu və yeni mahnı üslubu kimi daxil olmuşdu. Komsomolçu qız, Döyüşçülər marşı, Mazut, Qara gözlər mahnıları bu qəbilədəndir. 30-cu illərin əvvəllərində bəstəkar xalq çalğı alətləri üçün 2 əsər, bir saylı şur və 2 saylı cəhargah fantaziyalarını bəstələyir.
Bu dövrdə Üzeyir bəy Azərbaycanda ilk ansambl əsəri olan skripka, violonçel və fortepiano üçün Aşıq Sayağı triosunu yaradır. Koroğlu operası Azərbaycan musiqisində novator əsər kimi yeni musiqi üslubunun yarandığını nümayiş etdirmiş. Əgər Nərgiz inqilabı əks etdirirdisə, Üzeyir Hacıbəylinin Koroğlu operası xalqın qəhrəmanlığını nümayiş etdirirdi. Koroğlu Azərbaycan opera sənəti qarşısında duran ən başlıca vəzifələrdən birini klassik opera formalarının dərindən mənimsənilməsi və onların milli zəmin əsasında novatorcasına özünə məxsus tərzdə təcəssüm etdirilməsi vəzifəsini həyata keçirmişdi. Koroğluda Azərbaycan milli xalq musiqisinin ənənəvi intonasiya quruluşu, kompozisiya, ifadə vasitələri üsulları ilə klassik opera formalarının intonasiya kompleksi və Sovet kütləvi mahnı üslubunun intonasiya quruluşunun tənasübü əldə edilmişdi. 1937-ci il aprelin 30-da tamaşaya qoyulmuş Üzeyir Hacıbəylinin bu operasında qəhrəmanlıq mövzusu xalqın onun ayrı-ayrı nümayəndələrinin feodal hakimiyyəti ilə dinamik ifadə olunmuş münaqişəsində açılır. Koroğlu operası ilk dəfə 1937-ci ildə tamaşaya qoyulmuşdu. Onun klassik ifaçısı Bülbül olmuşdu. Tamaşanın dirijorluğunu Hacıbəyli özü etmişdi. Xalqın obrazı xorlarla daha yaxşı ifadə olunmuşdu. Xalqın obrazını məşhur Çənlibel xorunda yaratmışdı. Bu xor həm də polifonik üslubun yüksək nümunəsi idi. İnstrumental müşayiəti ilə xor üçün yazılmış əsərlər arasında xüsusi yeri onun kantataları tutur. Bu janra o dəfələrlə müraciət etmişdi. 1934-cü ildə o Firdovsinin 1000 illiyinə həsr edilmiş kantatası, 1938-ci ildə Axundovun anadan olmasının 125-ci illiyi ilə əlaqədar Ölməz sənətkar kantatasını yazmışdı. 1941-ci ildə başlanan Böyük Vətən müharibəsi Azərbaycan incəsənəti qarşısında yeni vəzifələr qoydu. Yaradıcılıqda həyatın qəhrəmanlıq hadisələrini əks etdirən əsərlər yaratmaq zamanı idi. Bu illərdə o, Vətən və Cəbhə kantatasını yazıb. Eyni zamanda bir sıra mahnılar bəstələmişdi. Vətən ordusu, ananın oğluna nəsihəti, döyüşçülər marşı, şəfqət bacısı, yaxşı yol, yaralı döyüşçünün hekayəti mahnıları bu qəbilədəndir. Solist, xor və simfonik orkestr üçün Vətən və Cəbhə kantatası müharibə illərində Hacıbəylinin yaratdığı ən iri həcmli əsər idi. Həmin illərdə yazılmış orkestr üçün cəngi, bəstəkar yaradıcılığının mərdlik, vətənpərvərlik ruhunu əks etdirirdi. 1941-ci ildə Azərbaycan ictimaiyyəti dahi Nizami Gəncəvinin anadan olmasının 800 illiyini qeyd etməyə hazırlaşırdı. Üzeyir Hacıbəyli yubileydə şairin sözlərinə yazılmış 2 romansını təqdim edir, Sənsiz və Sevgili Canan. Müharibənin qurtarması şərəfinə Üzeyir Hacıbəyli Qələbə himni vokal simfonik əsərini, 1946-cı ildə isə Azərbaycan dövlət himnini yazır. Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də ağır xəstəlikdən sonra vəfat edir.